Bugün sizi zavodumuzda Taz markası adı altında istehsal olunan və Araz supermarketlər şəbəkəsində satışda olan çörəklərin hazırlama prosesinə tanış eləyəcəm. Qeyd edim ki, hazırda müəssisəmizdə 8 çeşiddə Taz markası adı altında çörək istehsal olunur. Alman çörəyi, baradin çörəyi, pəhriz çörəyi, tost və digərlər. Buğda və çoğdar unları xüsusi nəqliyyat vasitələri ilə müəssisəyə gətirilir. Hər biri 45 ton olmaqla paslanmaz metaldan hazırlanmış silolarda saxlanılır. Daha sonra 1000 mikrona qədər ələnərək istehsalata verilir. Xəmirə əlavə edilən içməli su 3 mərhələli filtrasiyadan keçir. Aktivləşdirilmiş kömür, qətran və ultrabənövşəyi şüalardan keçirilərək istehsal xətlərinə verilir. İstehsal prosesinin birinci və ən önəmli mərhələsi xammal qəbulu və laborator şəraitdə fiziki, kimyəvi və orqanoleptik göstəricilərin yoxlanmasıdır. Yalnız standartlara cavab verən xammallar istehsal prosesinə buraxılır. Növbəti mərhələ xammalın hazırlanması, reseptura uyğun miqdarda əlavə edilməsi və xəmirin yoğrulması prosesidir. Onu da qeyd edim ki, istehsal prosesi tam avtomatlaşdırılmış xətlərdə əl dəymədən aparılır və proqram vasitəsilə idarə olunur. Xəmir yoğrulandan sonra acıdılması üçün 1 saat dinləndirilir. Xəmir 1 saat müddətində dinlənmədən sonra xüsusi xəmir bölüşdürmə avadanlığı vasitəsilə bölüşdürülür, kündələnir və ilkin dinləndirilmə edilərək, şəkilləndirilərək növbəti mərhələyə, fermentasiya mərhələsi, yəni mayalandırmaya götürülür. Fermentasiya dövründən sonra mayalandırılmış xəmirlər bişmək üçün sobaya ötürülür və istehsal texnologiyasına uyğun temperatur və müddətdə Alman sobalarında bişirilir. Bişmiş məhsulların daxili temperaturu 96-98 dərəcə olduqda tam bişmiş hesab olunur. Bişmə prosesindən sonra bişmiş məhsullar soyumaq üçün soyutma sisteminə daxil olur və 90 dəqiqə müddətində soyudulur. Bir çox alıcılara maraqlıdır ki, çoğdar çörəyinə nə əlavə edilir? Hal-hazırda gördüyünüz solo kimi tanıdığımız fermentasiya edilmiş çoğdar səmənsidir. Tərkibində heç bir qatqı maddəsi yoxdur. Axşamdan qaynar suda dəmlənir və növbəti gün xəmir əlavə edilir. İstehsal prosesinin son mərhələsi qablaşdırma mərhələsidir. Məhsullar 90 dəqiqə ərzində kulyoda soyuduqdan sonra xüsusi avadanlıqlarda əl dəymədən doğranır, qablaşdırılır və Araz supermarketlər şəbəkəsinə göndərilir.